Vətəndaşlar da bilsinlər. Bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər. Hələ otursun yer. Makroemensiya şirkəti və onun rəhbəri İrşad bəy işçilərin əmək haqlarını ödəməməsi ilə gündəmə gəlib. Onlarla fəhlə aylardır çəkdikləri zəhmətin qarşılığını ala bilmədiklərini iddia edərək səslərini dövlət qurumlarına Access TV1 kanalının vasitəsilə çatdırırlar. İşçilərin bildirdiyinə görə ağır fiziki əmək tələb edən sahələrdə çalışmaqlarına baxmayaraq makroemensiya rəhbərliyi müxtəlif bəhanələrlə ödənişləri gecikdirir və ya ödəmir. Bəs bu qanunsuzluğa səbəb nədir? Daha ətraflı şahidlər dinləyək. Reportajı hazırladı. Bunlar yalandan danışır. İlham Müzəffəroğlu səsləndirdi. Bir dəqiqə bağışlayın, xahiş edirəm. Bir danış. Bir danışaq. Bir dəqiqə xahiş edirəm. Bax bu yer bu kişinin adınadır. O yer. Hə. O şirkət bu kişinin adınadır. Mənim Aksaqqal. adıma deyil. Mən orada icraçı direktoram. Mənim adıma deyil. Aksaqqal. Baba. Mən də bırakın bir işçiyəm burada mən. Bu kişi çağırır bizi orada. Su artırır qardaşım. Mən çağırmışam. Ay yaşa baba bu Sahədə cürə. suvarma üzrə mütəxəssisəm. Çağırmışam, gəlir suvarlar, işlərlə heç bir nöqsanda yoxdur. Mən Hala. müsahibədə Baba bununla çək. O kimdir? Baysa müəllimdir. Yer həmin sahədir. Hə. Təhvil götürür. Bəli, təhvil götürür. Götürmüsən Aksaqqal oldu. Götürmüş ya, haftada qurtar. Narahatçılığınız yoxdur ki sən. Bayramdan sonra pullar ödənir. Bax ana hamısını. mən də orada. Suarıblar, bax bu kişi də oradadır, bu da oradadır, suarmış yok. Əmr, yeri təhvil verim ki, geçen ayın 26'sından. Bugün de ayın 25'i, bir ay. Bir ayda elə hər gün alladılar, hər gün alladılar. Bax bu İmam Ehsan haqqı qoy onda deyim biləsən, bax bu İmam Ehsan haqqı mən bayram getirmədim. Mənim pulum olmadı ki, mən yedən bayramlı qayna olmadım. Yer o təhvil vermişik. Yox. Artıq Allah köməli olsun. Bizim pulu xahiş edirəm var. Pardon. Aha. Qardaş, bu bayramdan qabaq əgər bunu vermirdinsə, Anladım, o bəxt verdin sual o kişidir belə. vermirdinsə qardaş, orada İmam fikrim Quluydu, var. o birisiydi, nəydi bilmirəm, kimdi o birisilər. Onların pulunu niyə verirsən? Abi ne verirsen? Deyir bəzi adamlara hörmət eləmişəm. Yox, elə deyil, o Şəxsi dədəsi pulumla veterandır. Əmi. başa düşdüm, icazə ver mən də danışım. O deyir ki, hörmət eləmişəm, minnət qoyur da, belə çıxır ki, onlara mən pulumu vermişəm, o minnəti niyə qoyur? Şəxsi pulumla vermişəm. Yəni büdcədən verməmişik, dövlətin ayırdığı puldan verməmişik. İndi deyir, indən belə də onlara o pulu vermirəm. Mən də ona sual verdim ki, indiyə nə qədər onlara pul vermirsən, indi niyə vermirsən? Deyir ki, bunlar ki, burada razborka aparır. Siz haqqınızı tələb eləməyiniz, ona razborka adı ilə gəlir. Amma təbii ki, düzgün deyil. Bu İsa müəllim buradadır. Sən hardasa hörmətsizlik eləmişik. Yox, İsa müəllim də burada nə var, hamısını dedi. Sən daha deyin müraciət eləmişik. Aksaqqal deyin müraciət eləmişik. Nəsə bizdən pislik görmüsən. Yox qardaş, mən heç bir Görmüsünüz qardaş? narahatçılığım yoxdur. Hamısı işinə vaxtı-vaxtından gəlib, vaxtı-vaxtına təhvil verib. İşlərinə heç bir nöqsanında olmuyor. Mən bunu deyirəm, özüm də təsdiq edirəm. Allah səndən onu rəhmət Aynı bir edir. tane Heç ama birisi gözden noksan söz deyirəm. olmuyor. Bax video çəkilişdən. Bax İlham müəllim, ayın 16 günü Asım müəllim, İsa müəllimə yer təhvil vermişik. İrşad müəllimə də demişik, bayram yox idi ortada. Qəbul edib işi təsdiq pul atırmır. Bax, Ayın videoda neçəsi? 16 mart. Hə, yəni onda iş gün deyil də İsa müəllim. Bayram yox idi orada. 11 gündən söz verib, 2 sözü ay bu gün təşkil edəcəm, sabah qəbul edəcəm. Bütün 16 mart günü qəbul edib işimizi. Adama bugünkü bir günü deyib, bax burada yığışan uşaqların hamısı 1000 manat birində, 1500 birində, 1300 manat təhmən Həsən Rəhmədin alacaqdır. 1470 manat da arzulan 1690 manat. Sənin pulun? 52 52 hektar 82 sot yer. Yükdən kamaz boşaltmayacağım. Hamısında videolar var müəllim. Videoları da atacağım sizə lazım. Nə təbliğ istəyirlər. İsa müəllim, sonra sizə bir dənə sual verim. İndiyə nə qədər bu yoldaşların hamısının pulu verilib də? Verilib hamısı. Ay sağ ol. Orada deyir ki kart, başqasının kartıdır. Həmən o kartla pulu vurur o karta, yəni ki bu maaşını alsın. Zəhmət çəkib də. Yəni bir günlərin bu sözü geri götürür, deyir mənindən belə bu razborkaya görə, yəni insanlar haqqını tələb eləməməli də belə Öz çıxır. kartını atmaqda problem var. Aç öz kartını. Müəllim, başa düşdüm. Bölümdə olan adamın kartı var. Öz Buna adı var. vuracaq. O hesaplanır bura. Her adamın Yok, öz pulu. özünü onu Mesela düşen payına iki nəfər olur işləmişsiniz.
800 manat hesaplanır. 400 saat 400 yoldaş. Bildim. 10 neçə Sen de ayda kart vurmuşam. açtırır, kart Ay açtırır. ki, mən İndi narda pul verilmir. Mənim kim Hamısı verməz. kartlandı. Bildim, Hamısı mənim kim hesaplandı. verməz. Benim kartım var. 3 defa da kartım Sen var. kartın var, Ne senin var? işini biz kabul Bəli, edermişik. Haftada başa pul düşdüm sen. onu. Ben ne İndi derim o bilirəm. sifarişi teşkilattır, sifarişidir. Sifarişe de sizin işinizi biz tebrik verək bir yerde. Pulunuzu alın da burada Bildim, da var. mənim kim vermişsə ha. Vermişəm. Mən pulumu İndi verməz. müəyyən səbəbdən sən pulun geçirib də indi dedi axı bayramda sonra da. Ha 22 gündür Keçən nə ay gelişi? Bu 26'sından. ayın Müəyyən 16-sında səbəbdən geçirib də Keçən ayın indi 26'sından. dedi bayramdan sonra Yox, verildi. gecikmə söhbəti yoxdur. Mən Samet eləm saat 7-də mən yol gedəcəm. Mən hardan tapacağım pulumu? Hardan alacağım? Kimdən alacağım? Kimsə boyun olursan aç ki. Yox, qardaş. Hardan Mənim alacağım saytım yoxdur. O da sizlə Məsələn, işləyən adamdır da. Mən Yəni. də sizin kimi bir işçiyəm. Ha, mən nətər Gətirmişəm. alacağım? Moskvadan gəl buradan alacağım. İşinizdə təsdiqləyirəm ki, heç Ben bir de sizin için yoxsanda bir içiyəm. yoxdur. Sizden farkı Bildim. var mənim. Fərqi var. Mən sənin içinəm, sən də onun üçünsən. Sən niyə bu 22 gündə tələb eləmirsən pulu? Eləmişik tələb. Nətər eləmirsən? Maliyyə ana? problemi var. Ha, eləmisənsə bax bu nəyə görə biz bu biri belə gəlib bu cəmaət toplalaşmalı? Yox, mən elə başa düşürəm ki, bu günə qədər bu məsələ həll olmalı idi. Yəqin ki, İrşad müəllim də özü fikirləşməlidir ki, fəhləni bu vəziyyətə gətirib çıxartmaq lazım deyil ki, onlar topalaşsın hardasa. Yəqin ki, 4-cü hakimiyyətin nümayəndəsi olaraq dövlətin siyasətini təbliğ eləyirik. Yəni bu gün biz də gəlmişik xalqın çağırışına, biz də prezidentimizin istəmirik ki, siyasətinə kölgə düşsün. Bu vətəndaşlar cənab prezidentin vətəndaşlarıdır. Biz də hamımız onun siyasətinə təbliğ eləyirik, ona dəstək veririk. Ona görə də bu günlərin bu pulun verilməməsinin səbəbi siz zəhmət olması. Gördüm ki, sizi bu pis vəziyyətdə qoyur. Özü kənarda girib, hardadır xəbərim yoxdur. Yəni o sizi bu vəziyyətdə qoymalı deyil idi. Yəni bu yaşda sizin özünüzdə nə məhkəmə qarşısında təbii ki, sözün hamısının başında cənab prezidentimiz və hüquq mühafizə orqanları durur. Ədalətli məhkəmə durur. Bu məsələlərin də həll olunmasında məhkəmələrimiz, hüquq mühafizə orqanları son sözü deyəcəkdir. Yəqin ki, bu yoldaşlar da bura elə belə gəlir. Belə deyim. Müəllim. Həsən Rahmədindir. Mənim qardaşım 18 yaşı var, məktəbdə kollecdə oxuyur. İmkan cəhətdən gəlib, məktəbdən icazə alıb 5 gün, 6 gün gəlib, mağdur evimdə işləyib ki, pulunu alam, evin pulunu verə. Qələm dəftərini alıb, öncə bu gündə 15 gündə iş qutarıb, onun pulunu atırmı? Sus harım, məndən əziyyət çəkib, hamısında videonu atmışıq, İrşad müəllimə, İsa müəllimdə görüb, hamısında sübut var bu gün. Deyirəm, gedən hara gəlibdir qoy, mən pulu vermirəm. Öncə bu gündə videoda da var, onun danışıqlarda var. Yəqin ki, veriləcək. Bu məsələ aydınlığın çapır. Daha özü söz verdi sizə ki, verəcək bayramdan sonra verəcək. İndi inşallah söz verdi biz, mənə indi söz lazım deyil o pul. Bugünkü gün lazımdır ki, mənim kreditim var. Onun ev pulusu var. Bugünkü gün evin pulunu vermirsəm, onu evindən çıxardırlar qardaşımı. Yəni bu günlərim sizin müraciətiniz tək MMC-dən başqa kimədir? Bir dənə mağı MMC-də ki, bizimki alacağımız alan hamımız. Bir də İlham Əliyevə. Cənab prezident. Cənab prezidentimizə. Xahiş edirəm. Alacağımız alan. Şart müəllim İstəmiş, dedim, haqqımızı tələb edin. kimə məruzə istəyirəm, pulunuzu vermirəm. Bax, söz odur. Pulumuzu tələb Bir edin. də deyir ki, Hə. zəng gelirsən ki, pulu ver, deyir səni tutturacağım. Sən mənə bax, imenli mənim özümə. Nəyə Mən görə? Deyir ki, pulumu haqqımı istəyirəm, deyir səni məhkəmədə süründürəcəm, özümə vəkil tap. Qardaş, mən fəhlə adamam, gedib orada işləmişəm. Ta üzr istəyirəm, mənim 2 balam var. O hamımız balamız üçün çıxmışıq ki, bir 5 manat qazanaq. Qardaş, mənim haqqımı ver də, mən haqqımı istəyirəm, deyir səni tutturacağım. Hədə qorxu gəlir də. Hə, and olsun Allaha. Yəqin ki, Bax, bu kişi də eşidirdi. o Qoşmuşdu xəttə. yəqin əsəbi vaxtına düşüb, o özünə sığışdırmaz ki, fəhlənin pulunu verməyə. Luboy biri baxdı. Vallahi Zəng canım yesin, o bilmədim. söz işlədir. Hə. Luboy biri baxdı. İndi Elham müəllim, mən 44 gün müharibədə olmuşam, 2020-də. Həsən Rahmədin. Mağdur MMC-də gəlib işləmişəm. Bugünkü bu günü mənim orada 1300 manat alacam var. Mənim o pulumu vermir. Mənim kapitala borcum var. Bəzi yerlərə borcum var. Mənim elə sıxışdır İrşad müəllim, elə hədə qorxu gəl ki, az qala mən özümü öldürəm. Bugünkü bu günü özümə nə eləsəm, video kayıtdan eləyəcəm ki, mənim mağdur MMC-də mən qorxuzub bugünkü bu günü belirləyib. Bəzi qazilərim deyirlər. Yox, elə o çıxış yolu deyil. Mən sənə onu rəval bilmirəm. Ayrı yol qoymur müəllim eləmə. Yaxşı, oldu, sağ olun. Bax, odur söz. Sağ olun. Vallahi